Quran ayələrində xəbər verilən başqa bir çox mühüm məlumat da var. İnsanın ana rəhmindəki təşəkkül mərhələləri. Sonra nütfəni ələqə çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər ucadır. Bu ayələrdə ana bətnində ilk əvvəl sümüklərin əmələ gəldiyi, daha sonra isə əzələlərin meydana gələrək bu sümükləri sardığı açıq-aşkar xəbər verilir. Embriyoloqlar isə yaxın bir zamana qədər sümüklərlə əzələlərin birlikdə meydana çıxdığını və inkişaf etdiyini iddia edirdilər. Yalnız dövrümüzdəki yüksək texnologiya sayəsində aparılan tədqiqatlar nəticəsində həqiqi məlumatlar əldə edilir və bu nəticələr eyni ilə Quranda tərif edildiyi kimidir. Embriyonda ilk əvvəl qığırdaq toxuma sümükləşir. Daha sonra da əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerdə birləşir və bu sümükləri örtür. Bu hal İnkişaf edən İnsan adlı elmi nəşrdə belə bildirilir. 6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə meydana gəlir. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər təşəkkül tapdıqca əzələ hüceyrələri sümüyə əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini meydana gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır. Qısası, insanın Quranda bildirilən təşəkkül mərhələləri müasir embriyologiyanın kəşfləri ilə tam bir uyğunluq təşkil edir. Dünyanın ən məşhur embriyoloqlarından biri, Toronto Universiteti Anatomiya və Hüceyrə Biologiyası kafedrasının təqaüddə olan professoru Kate Moore Qurandakı bu möcüzəni aşkar edənlərdən biridir. Professor Moore Quranda insanın doğumu ilə bağlı ayələri araşdıraraq bu nəticəyə gəlir. Son 3 ildə Ciddə şəhərindəki Kral Əbdüləziz Universitetindəki Embriyologiya Komitəsində çalışdım və Quranda insanın çoxalması və doğum öncəsi inkişafı ilə bağlı açıqlamaların şərhinə kömək etdim. Əvvəl 7-ci əsrdə, yəni embriyologiya elminin meydana gəlməsindən əvvəl yazılan bu açıqlamaların doğruluğuna çox təəccübləndim. Mənə bu aydın olur ki, bu açıqlamalar Həzrəti Muhammed sallallahu aleyhi və səlləmə Allah tərəfindən bildirilib. Çünki bu məlumatların çoxu yalnız əsrlərdən sonra kəşf edilib. Bu, mənə onu isbat edir ki, Muhammed Allahın elçisidir.